Xürrəmilər hərəkatı ilə bağlı təhrif olunmuş daha bir məsələ Babəki Afşinə təhvil vermiş feodal Səhl Sumbatın etnik mənsubiyyəti məsələsidir. Uzun illər boyu ənənəvi Sovet tarixşünaslığında belə bir fikir formalaşdırılıb ki, güya Şəki qalasının sahibi olan feodal Səhl Sumbat erməni hay mənşəliymiş. Bu fikrin yaranmasında bir qayda olaraq Moisey Kaqankatvatsının bu günümüzə erməni hay və rus dillərində gəlib çatmış Aqvan tarixi əsərində Səhl Sumbatın müsbət qəhrəman kimi təsvir edilməsi faktı və bəzi mənbələrdə onun erməni olduğu barədə qeydlər əsas götürülür. Əlbəttə, bu fikrin tarix elmində özünə yer tutmasında onlara aid olmayan erməni etnonimini öz adlarına çıxan erməni hay tarixçilərinin də cəhdlərini qeyd etmək lazımdır. Onlara Səhl Sumbatın erməni hay mənşəli qala sahibi olması fikri ona görə lazım idi ki, gələcəkdə hay feodallarının hələ erkən orta əsrlərdən bu yana Quzey Azərbaycanda böyük təsir gücünə və geniş torpaqlara sahib olması iddiasını ortaya ata bilsinlər. Təəssüf ki, bəzi tədqiqatçılarımız da onların bu niyyətini anlamadan Səhl Sumbatı erməni mənşəli feodal kimi qeyd ediblər. Lakin elə Sovet dövründə bu əsassız iddiaların cavabı Azərbaycan tarixçi alimləri tərəfindən mümkün olduğu qədər, lakin tutarlı faktlarla verilib. Bu haqda danışarkən ermənilərlə haylara fərq qoyaraq birinci onu qeyd edək ki, Səhl Sumbatın yaşadığı 9-cu əsrdə Quzey Azərbaycan, o cümlədən indiki Ermənistan Respublikası ərazilərində hay etnosu yox idi. Bu etnos və onu idarə edən Qriqoryan kilsəsi həmin dövrdə Suriyanın quzey doğusundan Van gölünə kimi olan ərazilərdə idi. Deməli, qaynaqlarda Quzey Azərbaycanda qala sahibləri kimi adı qeyd olunan Əbu Musa Yesai, Səhl ibn Sumbat, Əbül Əsəd və digərləri bizə düşmən olan etnosdan yox, İsəvi Albanlardan olublar. Lakin hələ 7-ci əsrin ikinci yarısından başlayaraq müxtəlif yollarla Əməvi hökmdarı Müaviyənin, sonra isə Abbasi xəlifələrinin dəstəyini qazanan haylar Doğu Anadolu və Qafqaz bölgəsinə can atırdılar. Yerli Alban feodallarının qətiyyətli mövqeyi sayəsində onlara Qafqaz ərazilərinə gəlib yerləşmək qismət olmamışdı. 9-cu əsrin əvvəllərində ərəb feodallarının qovulması və Xürrəmilər hərəkatının geniş vüsət alması dövründə yaranmış qarışıqlıqdan istifadə edən Qriqoryan kilsəsi, indiki Ermənistan ərazisində bəzi qədim Alban monastırlarını ələ keçirməyə və möhkəmlənməyə cəhd etsə də, Babəkin qətiyyətli addımları nəticəsində onların tör-töküntüləri həmin ərazilərdən qovuldu. Onların həmin monastırlarda topladığı əmlaka, o cümlədən yazdıqları kitablara isə od vurularaq yandırıldı. Səhl Sumbatın hay feodalı olmadığı və Alban soylu qala sahibi olması da bu fonda aydın görünür. O bu hadisələrdə Zəngəzurdakı Şəki qalasının sahibi olan nüfuzlu bir feodal kimi Babəkin ordusuna hər cür dəstək verib. Mənbələrin bir çoxunda haqqında danışdığımız adam Səhl ibn Sumbad yaxud Səhl Sımbat kimi qeyd olunur. Hər halda onun ata adının Sünbad olması daha ağlabatan görünür. Çünki